var idi, biri yox idi. Bir zamanlar quru sərhədləri açıq olan Azərbaycan adlı bir ölkə var idi. Bu ölkənin vətəndaşları qonşu diyarlara sərbəst gedər, bazarda əl əşyalarını uyğun qiymətə alar. Günün sonunda cibinə baxıb sevinərdi. Kimi özü üçün alardı, kimi də dolanışığını bu yolla çıxarardı. Sərhədyanı bölgələrin əhli üçünsə bu demək olar ki, həyat tərzi idi. Götürək elə İranı. 2019-cu il indi nağıl kimi gəlir insana. O illərdə İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələrin birincisi idi. Turizm üçün gedilənlərin də ikincisi idi. Elə rəqəmlər danışır. Həmin il 1.350.000-dən çox azərbaycanlı İrana turizm məqsədilə gedib. Onların da düz 99%-i quru yolla keçib sərhədi. Sonra bir gün bir virus gəldi. Dünya alt-üst oldu, sərhədlər bağlandı. Amma bizdə o sərhədlər bir də heç açılmadı. Daxili təhlükəsizliyi təmin etmək üçün bu yeganə düzgün addımdır. İndi nə quru sərhəd açıqdır, nə də ki bəxtimiz. Necə deyərlər, ip də getdi, ip də getdi. Bircə o getmədi. Ta elə bil ipi tutan da, buraxmayan da odur. O illərdə təkcə alış-veriş üçün İrana gedənlərin sayı 400.000-i keçirdi. Günlər günə, aylar da aya calandı. İl oldu 2024. Sərhəd yolunda ayaq döyənlərin sayı elə azaldı ki, ötən il cəmi 229 nəfər İrana alış-veriş üçün gedə bildi. Yəni bir vaxtlar karvanla gedilən yola indi barmaqla sayılacaq qədər adam düşür.